yine mahi. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Eza geldi melek ağlar Hüseyin. Esselamu aleyke ya ibne emiril mu'minin. Yevme yedûru vel melâiketu saffen la yetekellem. Ali Eba aşıkları Şineherrem yetişip Kəmlidi Məhdi. Vilayət nimətinin əlimizdə qalması üçün bir-birimizdən dua istəyirik ki, dua eləyin ki, bu tövfiqi Allah bizim əlimizdən almasın. Baxırsan, işinə görürsən, ayaqqabı cütləməkdir. Baxırsan, işinə görürsən ki, çay paylamaqdır. Baxırsan, işinə görürsən ki, təmizlikdir. Amma bu işi, bu vəzifəni o qədər ali bir vəzifə olaraq özünə qəbul edib ki, bu vəzifənin əlindən çıxmasından qorxur, narahat olur. Baxın. Hüseyin canım şehir medeni, yordu küfe beni, dalmışam tenha. Hüseynun minni ve ana min Hüseyin. Hüseyin məndəndir və mən də Hüseynlənəm. Peyğəmbər Allahın ən böyük nişanəsidirsə və İmam Hüseyin də Peyğəmbərdən bir parçadır. Peyğəmbərin özündəndir, canı canındandır, ruhu ruhundandır, nuri Peyğəmbərin nurundandırsa, deməli İmam Hüseyin də Allahın ən böyük nişanələrindəndir. Allah. Kur'an ayəsi buyurur ki, hər kim Allahın nişanələrini uca və əzəmətli tutarsa, bu həmin şəxsin qəlbinin təqvasının əlamətidir. Deməli, İmam Hüseyin məclisinin, İmam Hüseyin müsibətinin əzəmətini və cəlalətini yalnız qəlbində təqvası olan Allah ayəsinə, Allah nişanəsinə təkəbbürü olmayan insanların qəlbində bərqərar olur. Baktı Zehra gərq-i matəm Müslümün əhvalına. Kufiyə gəlmə Hüseyin, Kufiyə gəlmə Hüseyin, Kufiyə gəlmə Hüseyin. Medine okşama söyle, fedek ağlar Hüseyin'e. Anam Zehra diğer Nuh'e, felek ağlar Hüseyin'e. Anam Zehra diğer Nuh'e, felek ağlar Hüseyin'e. Ehli beytin gemini İlahi, şəhidlərimizin ruhların bu məclisdən biz tərəfdən şad edir. Onların məqamı alidir, daha da ali qərar ver. Yaxınlarına, ailələrinə, valideynlərinə, övladlarına səbr-i cəmil inayət elə. Qazilərimizə şəfa və səbr inayət elə.